Salam əzizlərim, mən Nüvər Şərifova, tanış olaq jurnalın təşkiçisi, sizləri tanış edirəm. Şəfa Ocağı Klinikasının rəhbəri Həsən Məmmədov, Reçin şirkətinin sahibi Həsən Məmmədov. Reçin şirkətinin məhsulları can dərmanıdır. Can dərmanı, baxın, məni də gəncləşdirib, cavanlaşdırıb, gözəlləşdirir. Düzdür, indi gecədir, bəlkə də mən kölgələr ağacların düşür, üzümdə ləkələr görünür. Ola bilir də, bəzən də işıqdan da ləkə zad düşür. Ancaq indi kimin yanındayam? Həkim məni kimin yanına gətirib? 25 illik Facebook dostum. Salamünaleyküm. Vahid Rəhimov, Sumqayıt şəhər sakini. Kökümüz Qaxtandır, yəni əziz olasınız. Zəhmətkeş insanlardanıq. 40 ilə yaxındır ki, neft sənayesində də əziyyətlərimiz olub. Allah sizləri qorusun. Hər birimizi xoş gördük. Yayın birinci günündə hər bizi salamlayırıq. Bu düşərli olsun. Xoş istirahətlər arzulayırıq. İşlər onların da işlər olsun, canları sağlam olsun. Hər birimizdə körü xoşluğu ilə Ateşin salamlar. Qaxın Ləkit kəndindəsiniz. Bəli, Qaxın Ləkit kəndidir. Bəli. Buradan bütün Azərbaycanı salamlayırıq. Ləkitlərdə xüsusi Vahid qardaşımıza görə. Fərq eləməz. Əsas odur ki, insanlar həmişə bir-birini rəğbətlə qarşılasın, bir-birinə qarşı istiqamlı olsunlar və öz həyatlarında ancaq nailiyyətlərə əldə eləsinlər. Var olasınız, sağ olasınız. Həmişə bəxtlər olasınız. 25 il dostluğumuzun görüşünü Şəfa Ocağı Klinikasının rəhbəri Həsən Məmmədov təşkil elədi. Reçin şirkətinin sahibi. Məni gəncləşdirən məhsullar, sağlamlaşdıran məhsullar Həsən həkimin istehsalıdır. Buyurun, kim istəyir? Əvvəl məni tapsın, sonra da Həsən həkimi. Qəbuluna düşmək çox bahadır, ancaq məni tapan özünü tapmış kim olar? Əziz dostlar, buradan sizin hər birinizi salamlayıram. Sumqayıtın yelli, mehli küləklərindən bir yerdə salamımı göndərirəm. Bakıya, Qaxımıza, bütöv Azərbaycanımıza, əskərlərimizə sağ-salamat gəlməyi arzulayıram. Bulvarda sevdikləri qızla gəzməyi arzulayıram. Evlənməyi arzulayıram gənclərimizə, dövlətimizə, millətimizə, xalqımıza uğurlar bol-bol, xoşbəxtlik arzulayıram. Dünyamıza sülh, əmin-amanlıq arzulayıram. Sağ olun, var olun. Şeir deyim, deməyim, bilmirəm. Məncə hamısı insanlar, bütün insanlar yaşlaşdıqda sevgi düşünür. Yatanda yuxusunda xəyal qururlar. Yuxularında da düşünürlər. Deyir, bir dənə yuxu şeirim var idi. Dayan görüm, yadıma sala bilirəmmi? Deyir, bir yuxu gördüm ötən o axşam. Elə bildim ki, xoşbəxt olmuşam. Yoxsan yanımda, söyləyim necə? Mənim olmuşdun sən həmin gecə, qanad açırdıq, göyə uçurduq, yer-göy arası bir yuva qurduq, tutub əlimdən dedin sevirəm, sənsiz dünyanı mən neyləyirəm, o gün bugündən sevgilimlə mən yer-göy arası ayrı düşmüşəm, gündüz qaçanım, hardasan canım, bu ayrılığı yuxumu sanım, gecə bu vaxtında da romantik bir şeylər insanın yaman oyandırır hisslərini, duyğularını. İnsanı gəncləşdirir. Deyir, elə sevmək istərəm, səni dərilər kimi. Ürəyimdən çəkəsən, eşqi zəlilər kimi. İstərəm əllərinlə üz gözünü oxşayam, sənlə bərabər olub həsrəti ağlar qoyam. Çəkəm nazını hər an, əziz can sənə qurban. Pərvanə tək başına, gecə gündüz dolanam. Öpəm yanaqlarını, süzülsün ala gözün, qara gözün. Ola bilər, qara gözdür, bilmirəm. Qurbanlıq desən əgər, qurban olum mən özüm. Deyir, bu bir şeirim var, bilmirəm, qara gözüdür, ala gözüdür, deyir. Gəlib çıxmır qara çıxam, bəlkə varam, bəlkə yoxam. Sən görmək üçün göyə çıxam, dözə bilmir ürək sənsiz. Ya bir yolluq ölə bilməm, ya sevinə gülə bilməm. Adın nədir hələ bilməm, dözə bilmir ürək sənsiz. Tanrı yara yar yaratmış, günəş bahar qar yaratmış. Səni bəlkə kar yaratmış, dözə bilmir ürək sənsiz. İndi neynəmək olar, qismət deyil. Mən ona görə bir nəfəri sevmirəm ki, birdən o bir nəfər mənə əmr verər ki, sən qapıdan çölə çıxma, pəncərədən baxma. Mən ancaq bütövlükdə xalqımı, millətimi, dövlətimi sevdiyim üçün ürəyimi vətənimə həsr eləmişəm, sevgimi vətənimə vermişəm. Əziz dostlar, bu da maraqlı bir çəkilişdir. Həmişəki kimi Nüvər Şərifova, sizin şıltaq şən şairəniz. Yaşa baxmayın, başa baxın. Kirpiyə baxın, qaşa baxın.